Salam kızlar. Sabahınız xeyir, necəsiniz, neyinirsiniz? Hoş geldiniz videoma. Yeni bir videomuza başlayaq sizinle beraber. Ve neden başlayaq? Bir stəkanda deyirəm, bir Türk kahvesi düzeldim özüme. Ve dersi günümüze başlayaq kızlar. Neyle başlayaq, ne eləyəcəm? Sizinle beraber bir yerde eləyək. Şeydi belə qoyum. Əslində mən o kadar da sevmirəm yani kahveni. Ama hərdən birdən içirəm. Belə Mehmet Efendi. Türklerin Mehmet Efendi. Ben içəndə də belə bu tünd xoşlayıram ya, içirəm. Yəni hərdən içsəm də belə tünd içirəm. Bir dənə də qənd. Yəni bir koriçno qənd məndə. Bir fincanda su karıştırın yaxşıca. Siz neymişsiniz kızlar? Ne var ne yok. Sonra da günümüze başlayalım. Videonu böyle başlayayım. Sizinle yemeği pişireceğim. Köpüklü Türk kahvesi. Bunu içeceğim şimdi, yavaş yavaş kaynar. Olmazsa da yavaş yavaş içeceğim kızlar sizle beraber. Ve ne edecek? Bugün ne yemeği pişireyim? Dursun bu kırağda. Badımcan. Oy. Belə badımcanı təmizləyirəm kızlar. Yenə deyirəm, mən aşpaz deyiləm, sadəcə video çəkirəm. Yəni öyrətmək kimi olmasın da, sadəcə pişirdiyimi göstərirəm sizə. Belə bütöv soymuram, oradan buradan soyuram. Badımcanlar geçen belə ince, sanki yay badımcanı kimidir. Belə badımcanlar Rusya'da tapmaq qeyri-mümkündür. Hiç yayda mümkün değil, qalmış olsun qışda. Şimdi mən bunları yuyulmamış belə eləyəcəm, sonra yuyub duzlu suya koyacağım. Belə doğrayacağım. Baxın belə. Belə. Doğradım bunları belə. Bakın burayı yuyum, yakalayayım. Sonra da tuzlu suya koyacağım, acı suyu çıksın diye. Tuz tökün. Belə üstte kalır. Görürsünüz kızlar, suya dibine çökünü diye ben həmişə belə kap koyuram ve üzerine bir ağır şey koyuram. Üzerine ne koyayım? Büyük bir helva koyayım. Kalsın bu. Bu burada kalsın qıraqda. Ben belə bir soğanı tyorkada çekeceğim. Siz ama xırda doğrayabilirsiniz. Çünkü bizde soğan yeyilmir diye belə rendeden keçəndə görünmür, ama elə belə görünür diye rendeden keçirdirəm. Ve siz de doğrayarsınız. Burada bir çetin bir yemek değil. Belki de hamının pişirdiği yemekti. Ben şahsen bunu pişirmirdim. Bu yemeği pişirmirdim. O gün bir yere gitmiştim. Orada gördüm. Ona göre dedim pişireceğim. Yani yaxşı alınır. Soğanı belə çektim. Görün soğanın ne kadar suyu çıktı. Ben soğanın suyunu tökmürəm. Belə acı suyun tökmürəm. Doğrayanda qəşəng olur. Yeməklərin dadı daha güzel olur. Belə rendədən o keçəndə acılıq verir soğanın. Belə yeməyi bildiğiniz kimi hem iş görüp hem danışmaq qabiliyyətinə malik deyiləm deyə qarma qarışıqlıq yaradıram.
Yenə nəsə demək istəyirdim sizə. Bura koyayım. Yox, bu tərəfə koyayım. Bura güclü gözünü koyayım. Kızlar, sabah yox, bir iki günə də Raul gəlir. Raul'la maraqlı videolar çəkəcəm gəzməklərdən sizin üçün. Ondan gəzəndə maraqlı olur videolar. Yadınızdadsa çəkirdim hər zaman gəzməyə çıxanda Raul'la. Yenə gəlsin, çəkərəm. Siz də amma izləyəndə like qoymağı unutmayın. Gərək tez-tez deyim, yada salın ki, mən özüm də bəzi video çəkən xanımların videolarını izləyirəm, amma like qoymağı unuturam hər zaman. Baxıram, like eləmirəm. Abunə oluram, amma like bəzən yadımdan çıxır. Ona görə gərək hər dəfə deyəm ki, yaddan çıxmasın. Neyse, bu soğan qovrulsun. Olivka yağını attım. Biraz da belə ərinmiş yağdan atım. Bu ərinmiş yağ da əsl şey yağdır, kərə yağdır, yəni. Azərbaycandan gətirmişdim, kənddən. Mən elə Azərbaycana gedəndə kənddə tanıdığım var. O inəyi saxlayır, belə satmaq üçün də, biznes üçün deyim, yəni. Yağı elə təmiz tanıdığımdır. Ondan alıram. Bilirəm ki, təmiz yağdır. Onsuz da bu dəqiqə heç bir yağ, o aldığımız, tanıdığın adamdan aldığı yağdan başqa, o duru yağlar olsun, hətta o olivka yağı od qiymətinə alırsan, bilmirsən nə qatırlar, nə inirlər, sliviçin yağlardakı heç tay danışma. Onlar nə deyirik ki, məsəl üçün o baha yağdır, belə deyir, sıravını qatqı ilə olur. Niyə görə bu qədər insanlar gör, axır vaxtda nə qədər insanlar cavan gedir, 50 yaşdan sonra, 50-60 yaş arası nə qədər cavanlar dünyasını dəyişir. Nədən? Ürəkdən, insultdan, nə bilim, infarktdan, hamısı o yağların təsiri nəticəsində damarlar tutulur, xolesterin əmələ gəlir, tromblar əmələ gəlir. Ona görə də vurur qan, məsəl üçün, qan damarda düzgün işləmir, tutulub, bax, o yağlar ərimir də, insanın orqanizmində, bədəndə ərimir. Yəni, mən həkim deyiləm, sadəcə indi adi, sadə bir adamın da düşüncəsi ilə bir əriməyən yağ bədəndə əriməlidir, amma bunlar ərimir, damarlarda tutulur, qalır, olur tromb əmələ gəlir və o da gedir damarın hansısa damarda ilişir, qalır, ondan da infarkt, insult, nə bilim, nə. Hamısı yağların, qidalandığımız məhsulların nəticələrindən. O keçmiş yenə yaşlı adamlar biraz yaşayır, çünki vaxtında o qədər normal qidalanıblarsa. İndi hardadır elə normal qida? Ya kənddə yaşayasan, hər şeyi özün əkəsən, becərəsən, ondan sonra heyvan saxlayasan, ən yaxşısı. Elə əgər çox yaşamaq istəyirsənsə, ya da ki, belə. Soğan qovruldu, belə ətim var, farş. Tam da o şeydə, buzu da açıldı. Gərək bu eti belə əzim, belə yumru qalmasın, hamısı xırtalansın. Gözüm, soğan o qədər acıydı, gözüm acılandı. Sizdə də elə bir şey eşitmişdiniz kızlar. Soğan doğrayanda məsəl üçün gözün çox acılanırsa deyirlər ki, böyüyün üzünə qaydan adamlarda göz acılanır da çox. Belə bir məsəl deyirlər ki, soğan doğrayanda çox gözün sulanırsa, acılanırsa, demək ki, böyüyün üzünə qaydırsan, cavabını qaytarırsan. Mən belə böyüyün üzünə qaydan olmamışam, sözün düzü. O soğanlar nasıldır? Elə soğan acı olur, gözü acılandırır, elə soğan acı olmur. Yaman çox danışdım, belə videolarda da.
Çox danışanda izləyicilərin də xoşu gəlmir elə. Qulaq asmağa vaxt aparır. Ət qovrulsun. İndi mən də nə eləyəcəm? Mən də eləyəcəm indi. Belə bir dənə pomidor var. Rusiyaya gedəndə xaladenikdə qalmışdı. Mən də götürdüm, buz doyana qoydum. Belə böyük pomidordur. Dondu belə. Buzdu buz. Onun qabığını nətərsə soyacağım. Bunu da ora atacağım yeməyə. Yudum baxın. Nə rahat soyulurmuş qabığı. Çox rahat soyulur. Mən də yeməyi heç sevmirəm pomidor qabıqlı. Heç bir yeməyə qabıqlı pomidor atmıram. Yeməyin içində o pomidorun qabığı görəndə xoşum gəlmir. Soydum, amma daşdı. Doğramaq olmayacaq. Elə bütöv də ata bilərəm. Yemək onsuz da. Belə əziləcək də. Əlcəyi də geyinmədim əlimə. Əlcəyi də bəzən geyinirəm, bəzən geyinmirəm. Əsas ət yeməkləri olanda əlim ətlə, balıqla, elə yeməklərdə doğranılır, həm də yumşaq, qəşəng. Onda geyinirəm. Əlcə ilə bəzi xanımlar görsən deyirlər, mən əlcə ilə rahat deyil də. Mən amma vərdiş eləyirəm. Gərək əlcə elə ola ki, özümün əlimin razmeri ola da. Böyük olanda rahat olmur, geniş olur, oynayır əlcə əlində. Ona görə gərək öz əlimin razmerin alasan ki, oynamasın əlin, əlcəyin içində kip otursun ki, rahat olsun. Çox rahat doğranıldı. Ona görə mənə əlcə ilə rahat olur. Bir də baxırsan ki, dırnaqların qıraqları zadı qara, nə bilim. Nar təmizləyəndə, hətta özüm yeyəndə də mən heç vaxt əlcəksiz yemirəm. Narı işlədə belə əlcə geyinmədən doğramıram ya nə bilim yemirəm. Qaralır da, adamın əlləri, dırnaqları qaralır. Semboldakı video çəkiriksə, bizim əlimiz belə. Baxın. Belə baxan adama biraz неприятно, belə yaxşı olmur da, qapqara dırnaqların qırağı. Əgər sən hər zaman bu video çəkirsənsə, gərək mütləq əllərə qulluq eləyəsən. Nə bilim, bir manikür, ən azından lak vurmursansa da manikür təmiz olsun da, əllərin baxan adama priятно olsun sənin əllərini görəndə o videoda. Yoxsa elə qapqara əllərlə çəkirlər. Nə bilim, hələ bir cür. Mən izləyicilərim, o əvvəldən baxan izləyicilərim bilir. Mən hər zaman gel lak, neçə illərdir o gel lak çıxandan mən ondan çəkmişəm də pastayanla dırnaqlarım onda. Axır artıq bir ildən çoxdur ki, mən vurmuram. Həm deyirlər çox ziyandır, həm də elə bir öz dırnağım daha belə çox uzatmıram da. Normal qaydada saxlayıram. Manikür, ayda bir dəfə manikür gedirəm. Amma lak zat adi renksiz lak vururum. Şimdi bu ətə qızlar duz atırıq. Göz qədər də kesin. Pul biber. Pul biber. Sonra da doğradığım pomidor. Pomidor ne boydaymış. Bir de kırmızı biber. Böyle bir ne dadı verir bu yemeğe. Pomidor da 3 bacı dolmanın dadını verecek. Onun rahat üsulu. Şimdi bu kavrulsun bile. Kim ne priprava ne istəyirsə qara bir şey istiot da atabilir. Mən baxacağım yenə dadına. Qara istiot axırda atıram. Mən həmişə yeməklərə qara istiotu axırda atıram. Çünki o rəngi yeməyin qaraldır. Kişniş toxumundan da yeməklərdə mən çox istifadə edirəm. Xoşum gəlir onun tamamı. Şüyüt toxumu da, kişniş toxumu da. Bütün belə təbii pripravalar, priprava nə deyirlər ona? Neyse ben yadıma düşmedi o söz. Priprava sözü Azerbaycan dilinde. Neyse de kızlar siz bildiniz. Onlardan təbii
şeylərdən, toxumlardan, şüy toxumu, kişniş toxumu, elə kənd yerlərində olanlar daha yaxşı. Onlardan yığıb, mamam həmişə elə eləyir. Toxumları yığır. O dəyirman olur, balaca kofe molka. Onda üyüdür. Olur təbii priprava. İndi qovrulsun bu. İndi bu müddət ərzində də mən Allah bilir neçə dəqiqəlik video çəkmişəm. Danışa. Mən qızlar badımcanı da qovurdum. Belə qovurdum deyə qovurdum yoxsa qızartdım. Baxın. Belə. Ət də artıq qovruldu. Tam suyu çəkilincə qovurdum. Sonra üzərinə biraz su əlavə elədim. Qovrulduqdan sonra. Badımcan kıpkırmızı kızardı. Şimdi söndürürəm alsın. Ve ne edirəm kızlar, badımcanı götürürəm bu ətin üzerine. Əslində başka bir qazanda belə qat-qat eləmək lazımdır. Mən artıq şey eləmədim, 10 dənə qazan batırmağa. Qat-qat ət, badımcan belə. Onu da qarışdıracağım. Belə olsun. Belə töküyorum. Qat-qat eləyəndə daha gözəl dadlı olur. Çünki badımcana da ətin dadı. Şimdi biraz belə pişsin, sonra qarışdıracağım onu. Kodunu aldım. Yumru düyü kızlar. Yumru düyüdən. Bir stəkan, əslində bizə çox lazımdır. Bir stəkan yarım edəcəm. Çünki yeyilmir, qalır. İndi nə edirik kızlar? Ətin böyrünə qarnir eləyirik. O da nə olacaq? Belə xırda makaron da bu tel şəhriyə deyilir. Qoy göstərim nədirsə. Tel şəhriyə deyirlər də türklər buna. Belə xırda sopa zada istifadə edirik. Ondan biraz, bir bu qədər də baxın 3 xörək qaşığı zad tökürük. Qovururuq bunu. Qıpqırmızı qızarınca belə sliviçli yağla, kərə yağı ilə biraz olivkovu yağın içində, yəni duru yağın içində belə bu qovrulacaq qızarınca. Biraz da düğünü kavururuz kızlar. Sonra da bunu bulyonla pişirirler. Toyuq bulyonuyla. Məndə belə bulyon var. Onu tökəcəm. 2 stəkan, demək stəkan yarım düyü tökdümsə buna lazımdır 3 stəkan su tökmək. 1 stəkan düyüyə 2 stəkan, yarım stəkan düyüyə də 1 stəkan. Ama ben bilmirəm burada nə qədər. Burada 1 stəkan yarım olur. Əlavə də su da əlavə eləyərəm. Duz da tökərəm və belə yavaş odda pişirəcəm.
Kızlar, ne yadımdan çıxdı bu ət yeməyini tökmək. Sarımsaq pişənə yaxın tökmək lazım idi onu. Yine gec de olsa böyle üzerine bu pişene yakın eləmeliydim, yadımdan çıktı. Oy düştü içine. Bunu böyle yayacağım. Kızdıranda karışacak, hiçbir şey olmaz. Pilav da böyle. Kızlar, yemeğim hazır oldu. Hazır oldu yani de üstünde pişir. Şimdi qabları burada yumuşam, bunları yığışdırın. Zibili de, mən zibili belənçi belə qab koyuram bura. Bunu belə dolu burada toplayıram. Belə. Belə rahat olur da atıram zibil vedrəsinə. Bunun içine de o günkü videoda göstermiştim. Belə rulonla şey alıram. Bundan koyuram bunun içine. Düzdür, bəziləri məsəl üçün bu estetik olaraq pis görünür də. Mən o qədər zibil, sadəcə yemək bişirəndə burada zibil çox toplana bilər. Hər dəqiqədən o şkafın qapısını açıb ora tökməmək üçün bura yığıram, yemək bişirəndə çox olur. Sonra sırası boşaldıram zibil vedrəsinə. Yəni çox bulaşıq belə dolu halda saxlamıram. Yəni gözə çarpacaq dərəcədə bulaşıq belə estetik pozacaq halda qalmır. Belənçik təmiz olur. Çok zibil yığılan kimi de atıram. Ona göre bunlardan çok alıram. Her tez boşaldıram. Mənə narahatçılıq yaratmır da. Mənə narahatçılığı hər dəqiqədən şkafı aç. Oradan su süzülə əllərindən zibili tök. Təzədən nə bilim qapını ört hər dəqiqədən. O mənə narahatçılıq yaradır. Bu yox. Bu rahat oluram belənçə. İndi qabları silim, yığım, yığışdırım. Kruşkaya baxın. Bunda yoldaşım kofe içir. Onun stəkanı. Bu da Türk kahvesi üçün nabızlı. Belə nəlbəkisi də belə dərin içine girir. Stəkan baxın, içine belə.